Cənab prezident, xahiş edirəm bizə kömək eləyin. Qalmışıq suyun içində. Baxın göydən gələn üzlük daşlardır. Göydən nurhanlıq gəlib tökülür cəmaatın şifrin üstü pəncərəmin ağzına oldu. Mən qorxuram da, yəni orada yaşamaq deyil, yəni mümkün deyil, insan kimi yaşaya bilmirik. Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən uçuq binada yaşayan məcburi köçkünlər Kanal 21-ə müraciət ediblər. Vətəndaşlar bildirirlər ki, yaşadıkları bina qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi ilə üz-üzədirlər. Sakinlərin sözlərinə görə binanın zirzəmisi çirkəf və üfunət iyi verən natəmiz suyla doludur. Tavan və divarlardan qopan iri həcmli beton parçaları tez-tez aşağı düşür və bu da insanların həyatı üçün ciddi təhlükə yaradır. Siçol və tarakanların çoxluğu səbəbindən isə binada normal yaşamaq mümkün deyil. Məcburi köçkünlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyib və vətəndaşların köçürülməli olduğunu deyiblər. Vətəndaşların iddiasına görə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev onlara dəfələrlə boş binalar olduğu halda köçürüləcəkləri ilə bağlı vəd versə də, hazırda boş binaların mövcud olmasına baxmayaraq köçürülmə həyata keçirilmir. Sakinlər deyirlər ki, hər dəfə onlara növbə ilə mərhələli şəkildə köçürüləcəkləri bildirilir, lakin bu vədlər illərdir icra olunmur. Məcburi köçkünlər kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına səslənərək yaranmış problemin həll olunmasında köməklik göstərilməsini xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Mən Yadigar və Səadət, üzrü köçkünüyəm, 33 ildir məcburi köçkünəm, deməli, hər yerə ərizə yazmışam, Qaçqın.com-a da ərizə Nəyinə bağlı yazmışsınız? Evlə bağlı ki, bizi evlə təmin edin. Baxmayaraq o tərəfdə evlər var, bomboşdur. 9-cu, 12-ci mikrorayonda da var, qaçqınlar ki, köçübdür, orada boş yerlər çoxdur. Bizi orayla hələ ki, müvəqqəti olaraq təmin edəsin, ev versin. Çünki bizim qaldığımız yer bərbad gündədir. Fövqəladə gəlib rəy də veribdir ki, burada yaşamaq olmaz. Təhlükəlidir. Bəli, təhlükəlidir. Çünki neçə dəfə yanğın olub, qəfildən evlər yanıbdır. Göydən gələn daşlar bərbad gündədir. Qaçqın.com-a milyon dəfə ərizə yazmışam. Qaçqın.com baxmır. Baxın göydən gələn üzlük daşlardır. Göydən nurhanlıq gəlib tökülür cəmaatın şifrin üstü pəncərəmin ağzına orada. Mən qorxuram da, yəni orada yaşamaq deyil, yəni mümkün deyil, insan kimi yaşaya bilmirik. İçəridə sansçol bizi üstümüzə hücum çəkir, tarakan yığınıdır. Bir dənə paltar alıq geyməyə, onun da üstünə cumur, hamısı yeyir. Bitdirəli yerdə yaşayırıq. Biz Hindistanda yaşamırıq da, biz insanıq, Azərbaycanlıyıq. Xahiş edirəm, bizi kömək eləyin, bizi evlə təmin etsinlər. Hələ ki, bizim yerlər minalıdır Qarabağda. Ona görə də mən çox xahiş edirəm, təkrar kimi, ikinci qrup əli kimi. Sən xahiş edirəm ki, mənim evimi və bəzi burada yaşayan qaçqınların, köçkünlərin evini versinlər. Çünki burada yaşamaq olmur. Binadan orada krişa yoxdur, yağan. Bu barədə əvvəllər harasa müraciət eləmisiniz? Bəli, deməli hər yerə müraciət eləmişəm. Deməli Mehriban xanıma da müraciət eləmişəm, Birinci xanıma. Sonra Qaçqın.com-a da milyon dəfə müraciət edib və hətta qəbulunda olmuşam. Rövşən Rızayevin qəbulunda olmuşam. Fuat müəllim də qəbulunda olmuşam. Amma bizə müsbət rəy verən yoxdur, cavab verən yoxdur. Dəfələrlə yəni geçsəm də heç nə əhəmiyyət vermirlər, heç kim baxmır. Biz burada yəni uçuq-uçuq yerdə, yəni təhlükəli bir vəziyyətdə qalırıq da. Elə yağışın hamısı evə süzür. Otaqlara bir dənə girib baxası cəmaatın otağı, qapqara. Oradan dacı qonşunun başına tökülür. Dacı evdən belə tökülür içəriyə. Bu birinci doktor olan. Yəni əməlli başlı bax aşağıya gedir. Bax burdadır. Yəni bu bina həqiqətən də yaşamaq üçün deyil artıq, yararsızdır. Məcbur biz burada qalıq, küçədə yoxsa qalacaq. Bunun altına gələcəyik biz. İndi padvalı göstərək. Baxdıra, illərlə suyun içində qalan, bax gördünüz təkər baxdıra. İllərlə suyun içində qalan padvaldır. Buyur bebi, şikayətiniz nəyinə bağlıdır? Özünüz Padvalın suyu var. Ondan sonra hər yer belə bir abırçılıqdır. Uçurtdan tökülüb gedir, buralar nə bilim belə dənə. müraciət eləmisiniz əvvəllər harasa? Eləmişik, valla gəlib belə çəkiliş olanda eləmişik. Baxan yoxdur müraciətinizə. Hal-hazırda müraciətiniz kimədir? Cənab prezident, xahiş edirəm bizə kömək eləyin. Qalmışıq suyun içində. Uçar, qalarıq məndən. Baba bunu yalandan bağlayıblar. Bura uçuq-buçuqdur, uşaqlar yıxıl bura düşməsin deyə eləyiblər. Bunun da içində yüksək gərginlik var.
Elektrik. Suyun içindədir. Bəli, bu partlayış olsa biz göydə oynayacağıq. Özü yuxarıdan da, aşağıdan da qaz xəttləridir. Belə yaşayırıq biz burada müvəqqəti olaraq. Neçə ildir? 33 ildir biz burada qalırıq. Bak Buxuluda qaldım. Belə çıxılır balaca Mən burada yerdir. Buxuluda qaldım. Balaca yerdir. Aç göstər. Yağmur sıvı. O qayda babam olur görərdə. Gör də qazdım. İnşallah ki, cənab prezident səsimizə səs verəcək. Yayda dikdiniz, suyun əlindən Eləcə də yaşamaq dikdiniz, olmur. Çox bərbad vəziyyətdədir buralar. Daşlar uçur adamın başına, nəmişlik, üfunətlik, şəraitsizlik. Valla demirik, sağ olsun prezidentimiz, torpaqlarımız alındı. Amma bizi müvəqqəti bir yerdə məskunlaşdırsın. Biz gedək bir yerdə insan kimi yaşayaq. 30 neçə ildir burada bir 3 otaqlı yerdə yaşayıram mən. 3 uşaqla. Valla indi uşaqlarım da kvartirant qalır. Çatdıra bilmirik. Vəziyyət çox acınacaqlıdır. Prezidentimizdən xahiş edirik. Bizə bir yaşayış yeri versin. Orada müvəqqəti yaşayaq, yenə də aparsın torpaqlarımıza. Bura yaşamalı deyil. Neçə dəfə alov tutub yanıb, daşlar tökülür adamın başına. Qaz xətti gedir, tok xətti gedir. Valla Allah umuduna yaşayırıq burada biz. Fövqəladə rəyi var ki, köçün gedin buradan, biz hara köçək? Fövqəladə neçə dəfə gəlir, deyir, bura çox Pis gündədir. pis gündə binadır da, bura qəzalı binadır. Burada yaşamaq olmaz. Burada gör neçə ailə var. Burada nəsə olsa bütün ailə məhv olacaq. Ancaq burada xəstəlikdən başqa, həyəcandan başqa, qorxu içində qalmaqdan başqa heç bir yəni şəraitimiz yoxdur, günümüz yoxdur. Yayda ifunət iyi Pis gəlir. günlərdə hər gün biz yiyələri, ağzına- sıçan iyi, Sıçan, krisan krisan, iyi. ev- İnan ev apar. Allaha bir stəkan çay geçir. Yüce bezmiş İğrənc Allaha. xəstəlik elə Bezmiş ki, şeytan pis Allah. gündəyik də yəni. Bax mənim ürəyim Ve xəstəliyi. o gün tezdən işə gedəndə 4-cü mərtəbədən bir belə daş parçası gəldi düşdü. O mənim başıma düşsəydi nətər olurdu? Hə, nə boyda daşlar gəlir. Daşlar öz-özünə Allah tökülür olsun gedir. biz burada bir tərtdə qalırıq. İndi evlərin içində O kişilər. köçürülən evlərdən versinlər, müvəqqəti qalaq, bir Məcbur. şəraitli yerlərdə. Hə, Sonra bəli. aparsın da torpağımıza. Biz demirik ya getmirik. Niyə getmirik? Müvəqqəti olaraq Orada Allah tələb şəhidlərimizə rəhmət eləsin. Nə Amin. qədər şəhidlərimiz var. Allah Allah rəhmət qazilərimizə can sağlığı versin. Amin, amin. Veteranlarımıza Allah can sizlərə sağlığı olsun, Allah versin. hamımıza kömək olsun. Demirik, amma Nə bilim. bizə də bir gün ağlasınlar. Biz göydən gələn daşlar çox təhlükəlidir. İçinin simenti gedibdir. Bir gün biz onun içinə öləcəyik. Öz-özünə gedir. Deyirlər Bir ki, gün Allah haqqı bu bina çökəcək. deyirlər bina heç nəyin balansında deyil. Elə Hə, deyirlər. heç nə. Baxmırlar. Heç kim baxmır bizə. Aidiyyəti qurumlardan mən xahiş edirəm ki, bizə kömək edin. Bizə ev verin. Bizi köçürün. Müvəqqəti olaraq bu köçürülən qaçqınların otağına ev yoxdur. Sonra da biz köçərik. Yağış yağır. Hamısı sudur. Sən yəqin ki, xəbərləri yoxdur. Şəxsən mənim baldızım Hə, bir bərbad alır. gündədir. Deyir evin içi biri su. Suyun içindəyik də çiftdir belə burada. Panel var, deli tökülüb. Panel tökülüb bax. Yağış yağan kimi hamısı tökülür. Evə tökülür. Şimdi 4-də çağırdı olar da. tamam dedim boş. Bax yaxınlaşdı. Tökülüb bax. Hamısı nəymiş? Ha. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.